Mən onsuz da dedim, münasibətlərdə başlanğıcda qeyri-səmimiyyət. Bəli. Yəni insanlar bir-biri ilə səmimi Səmimilik də olmurlar. ola bilər. Yəni mən bir qızıl qaydam var. Bu mənim qaydamdır. Artıq elə edin ki, bizim də qızıl qaydamız olsun. İlk görüşdə baş üstə. Halal xoşunuz olsun. Təşəkkür İlk görüşdə edirəm. məncə xanım danışmamalıdır daha çox. Kişi özünü göstərir. İlk görüşdə kişinin bir centilmenlik olaraq, yəni bəyin deyək də, Bəlkə əlində bir centilmen hədiyyə deyil. ilə. Centilmenlik harda yoxlanılır? Harda bilinir? O gəldiyində, o hərəkətində, üstündən gələn parfümündə. Bəlkə parfümü yoxdur. Ay Kənan xanım, yəni Ənvər bəy, istisnaları da danışaq. indiki elə dövrdür ki, 3 qramlıq şüşədə də satırlar da. Yaxşı, var 3 qramlıq parfümü. şüşədə də Davranışı önəmli deyilmi? Üslubu önəmli deyilmi? Bəs onu demək istəyirəm da, bir üslubu, gələndə necə gəlir, Səliqəli geyim olsun. Səliqəli geyim. Amma aldadıcı da ola bilər bu. Çox möhtəşəm şəkildə aldadıcı ola bilər. Məncə. Nə qədər ki mən ailə danışmanı olsam da, nə qədər də münasibətlərin kontrol altında, nəzarət altında saxlayıb o münasibətlərin möhtəşəmləşməsini istəsəm də, bu mənim peşəmdir. Mən o qədər də ailələrin bir-birlərinə qarşı strategik davranmalarına qarşıyam.